paylaşım karşıma çıktı ve sonrasında xanımın səhifəsinə girdim, baxdım. Biraz incələdim, storylərinə baxdım. Xanım aylar əvvəl yoldaşını itiribdi. Keçən il noyabrla bu ilki noyabrla müqayisə edilib və bu video yarım milyondan çox izlənib. Səhv etmirəmsə. Xanım açıq səhifə işlədir və orada öz işini görür. Xanımın sonra storylərinə baxdım. Orada bildirir ki, yəni bu videonun bu qədər diqqət görəcəyini düşünmürdüm, amma səhifəsində daha çox əyləncəli paylaşımlar edir xanım və buna davam edəcəyini deyir və öz ağrısını göstərməyə xoşlamadığını, insanlara əyləndirmək istədiyini və burada işini görmək istədiyini deyir. Və storydə biri ona belə cavab yazıb ki, xoşbəxtçilik sənin övladların, valideynlərin, yaxın doğmalarındır və onların varlığını dərk edərək yaşamaqdır. Həyat yoldaşını itirmiş bir qadın üçün şəxsi həyat övladlarının qayğısına qalıb böyütməkdir. Sonrasında təbii ki, xanım həmin insanın cavabını veribdir. Yəni, necəyəm, mənim həyatım olmamalıdır. Mənə maraqlı gələn oldu ki, niyə biz yoldaşını itirən bir qadını ancaq kədərdə, yasda görmək istəyirik? Sanki onun gülməsi, əylənməsi, nəsə paylaşması günahmış kimi görürük. Axı bu onun günahı deyil. Təbii ki, o öz kədərini çəkir öz içində. Amma bunu niyə biz hər anında görmək istəyirik, onun heç xoşbəxt anlarını görmək istəmirik? Həyat yoldaşını itirən bir qadın güldüyü, xoşbəxt olduğu, həyatına davam etdiyi üçün günahkar deyil. Günah xoşbəxt qadına dözə bilməyən baxışlardadır. Qadınların ağrısını sahiblənib, xoşbəxtliyini sorğulayan cəmiyyət dəyişməlidir.